Bu biraz daha qalsa daha yaxşı tutacaq özünü. İndi də yaxşıdır, normaldır. Aldıq. Kraxmalladıq. Kraxmal un qarışımı aldıq. Və sonra yumurta qarışımına əlavə edirik. Yumurta qarışımına əlavə edirik. Görürsünüz, bax, mən bunu nəyə görə çox çırptırdım? Görürsünüz, yumurta qatı deyil, suludur, köpüklüdür. Məqsədimiz yumurta qatmanları qalmasın üstündə. Yumurtanın sadəcə biz yapışqan olaraq istifadə edirik. Su kıvamındadır, görürsünüz. Və bunu bu şəkildə panirovka edirik. Əssalam. Bunu sonra 130-150 arasında yağda qızaracaq. Yüksək dərəcədə qızartmayacaq ki, içi də pişsin və içindəki pendir də ərisin. Məqsədimiz budur. Və beləncə bu 15-20 dəqiqəyə maksimum 10 dəqiqəyə, 15 dəqiqəyə 150 dərəcədə, 130 dərəcədə 15-20 dəqiqə arasında pişir yağda.